الله الرحمن الرحيم. İmam Hüseyn əleyhissalamın dəvəti. Rejissor Hüseyn Söheylizadə. Müəlliflər Əli Rza Kazimpur, Səid Cəlali, Mühəmməd Biranvərd. Rollarda Fərar Mərz Qəriban, Hamid Behdad, İlham Həmidi, Mərcan Şir Mühəmmədi və başqaları. Birinci hissə. Yenə o vahiməli və qəribə yuxu. Mən ki, bir ömür boyu İmam Hüseynə zikr eləmişəm. Səhrada tənha, düşmən libasında. Allaha pənah, nə xəta iş görmüşəm, nə xəta iş görmüşəm. Samirə, mənim Samirəm. Neçənci dəfədir ki, yuxuma gəlirsən. Nə qədər ki, sən gecələr mənim vahiməli yuxularımdasan, gündüzü görmək mənə haramdır. Mən bu günlər səni görmək arzusuyla canlı, müqəddəs yerlərdə sürünürəm. Və gecələr yuxumun kabusu sənin qorxunc sükutundur. Gəlirsən, amma nə üçün gəldiyini demirsən. Tapılırsan, amma aşkar olmursan. Niyə belədir? Kaş biləydim. Məhərrəmlik yaxınlaşır. Özüm-özümə fikirləşirəm ki, Samirəni yuxuda görməyim natamam səfərimlə bağlıdır. Kərbəlayla deyil.
Salam ata. Dünən gecə oyaq idin. Yata bilmirdin? Heç özüm də bilmirəm. Yuxudayam ya oyağam. Məndən utanırsan? Gözlərin yuxusuzluqdan açılmır. Deyəsən, heç yuxu dərmanı da qəbul eləməmsən. Eşitmişəm ki, kiminsə vasitəsilə gedirik. İndiyə qədər heç kəsə bağlı deyildim. İstəmirəm belə şeylərə adət eləyim. Atacan, ayı oxumaq yerinə mənə diqqət yetir. Gəl, səhər yeməyə hazırdır. Hələ təhqiqatı başa çatdırmamsan? Yarısına çatmamışam. Bir aydan çox da araşdırıram. Vaxtım da qutarır. Xəbərlər çoxdur. Hər birini araşdırmaq üçün bir ilə yaxın vaxt lazımdır. Çalış, işində diqqətli ol. Hisslərinə qapanıb qərar versən, sonra sənə çətin olar. Narahat olma. Mən vəkiləm. Vəkilin əsas işi hisslərə qapılmamaqdır. Əgər əlimdən bir iş gəlirsə, de yerinə yetirim. Məni nigarançılıqdan qutarmaq üçün özünüzdən müğayət olsaq, mənə kömək etmiş olarsınız. Baş üstə. Bu imadla mənim sizə hədiyyəmizdir. İçində nə var? Kərbəla ziyarətinə bilet. Kərbəla? Çox çətinliklə tapdım. Neçə yerdən xahiş elədim. Artıq Məhərrəm ayına 2 gün qalıb. Gözləmirdin, hə? Bilirsən ki, başım qarışıqdır. Tələbələri atıb ziyarətə gedə bilmərəm. Bilirsən, sən məndən soruşmamış bu işi gərək görməzdin. Atacan, cəmi bir həftə. Siz çoxdan da məzuniyyətə də çıxmırsınız. Bu bir fürsətdir. Həm ziyarət edərsiniz, həm də keçmişləri yaddan çıxararsınız. Ananın maşınla düşdüyü qəza məni elə yaralayıb ki, heç bir dərmanla sağalmaz. Yaxşı olar bu bileti qaytarasan. Bu ziyarət başqa bir adama qismət olsun. Belə tezliklə qərar verməyin. Biraz düşünün. Əgər özünüzə yox deyə bilsəz, onda bileti qaytararam. Maşının içində sizi gözləyəcəm. Atacan, istəyirəm sizə bir şey deyim, amma narahat olmuyor. Gərək siz özünüzə bu qədər əziyyət verməyəsiniz. Yuxularınıza da əhəmiyyət verməyəsiniz. Nə demək istəyirsən? Mən icazəniz olmadan sizin gündəliyinizi oxumuşam. Yarıdan çoxu da anam haqqında yazılıb. Gərək bu işi görməyəydin. Həkiminiz tapşırıb ki, sizdən müğayət olum. Siz yorulmusunuz. Bax, elə buna görə də ziyarət üçün sizə bilet almışam. Dedim axı, vaxtım yoxdur. Axı sizin bu yarımçıq səfəriniz qalıb, gərək onu tamamlayasınız. Bəsdi görək, bütün həyatım alt-üst olub. Başa düşürəm, Atacan. Amma əvvəl-axır gərək üzbəüz oturasınız. Bu işə son qoyasınız. Bu iş hikmətsiz deyil. Bəlkə xatirələrinizdən də xilas ola bilərsiniz. Bu fürsəti əldən verməyin. Gərək biraz fikirləşim. Bu
Bu gecə saat 8-ə olan görüşü də yaddan çıxarmayın. Gör neçə vaxtdan sonra birlikdə restorana gedəcəyik. Bəlkə getməyək. Hə? Necə düşünürsən? Xeyr, xeyr. Bu xüsusidir. Gəl atayla qız arasına haykü salma. Yaxşı. Ya ləytənə kunnəmək. Ey kaş biz qoşununda olaydıq. Allahın vəlisinin qoşununda şəhadətə yetişmək bir arzudur ki, o həzrətin ziyarətnaməsində bir neçə yerdə gəlmişdi. Buna oxşar Fustum vəllah fələytə inni məakum fəəfusu fəfsan əzimə. Doğrudan da sənin yolunda şəhadət əzəmətli bir feyzdir. Düzdür, bu elə bir şuardır ki, bütün əhl-i beyt sevənlərin arzusudur. Amma o zamanla bugünkü dövrün abu-havası və siyasi cərəyanı ola bilsin uyğun gəlməsin. Mən əlimin icazəsi ilə sizlə özümün aramda həmin şəraiti canlandırıb sual vermək istəyirəm. Bir anlıq özümüzü hicrətin 61-ci ilində hesab eləyək. Aşura günüdür və Kufə əhlinin arasındayıq. Ey kaş Əba Əbdullahın qoşununda olaydıq. Şuarı nə dərəcədə doğru bir iddiadır. Bəlkə biz də Kufə əhlindən idik. Necə bilirsiniz? Mühazirəndən çox razıyam. Çox sağ ol. Sizə də təşəkkür eləyirəm. Amma bir şeyi qeyd eləməliyəm ki, bizim etiqadımıza görə hər gün Aşura, hər yer Kərbəladır. Buna əsasən imamın qoşununda olmaq hər əsrdə mümkündür. Bizim cəbhədə olan müqəddəs müdafiəmiz buna bir sübutdur. Yaxşı. Gələn dərs mühazirə demək kimin növbəsidir? Sizi döyüb? Yox. Bəs üzünüzdəki bu göyərti nədir? Yıxılmışam, fikirliydim. Bəs dolandırır sizi? Pul tapanda, bəli. İşsizdir? Yox, narkomandır. Nə vaxtdan bu işə başlayıb? Bilmirəm. Yaxşı, boşanmaq istəyirsən ya yox? Uşağıma görə qalmışam, daha səbrim çatmır. Nə vaxt bir qərara gəlsəz, hər zaman xidmətinizdəyəm. Ödəniş pulunu düşünməyin. Xanım Ehrami sizi tapşırıb. Sizdən çox razıyam. Allah sizə ömür versin, icazənizlə. Salamat qalın. Yorulmayasınız xanım. Əlləriniz ağrımasın. Ağa Qafur, bu çay lap yerinə düşdü. Buyurun. Sağ olun. Alo. Salam xanım vəkil. Halınız necədir? Bəli, işlərimi təzə müdirə təhvil verməyə gedirəm. Məyər sənin istefanı qəbul elədilər? Bəs necə? Məcbur oldular qəbul eləsinlər. Bəli. Tehrana nə vaxt qayıdırsan? Nə? Burada səs-küy çoxdur, biraz bəş danış. Deyirəm, Tehrana nə vaxt qayıdırsan? Sabah sübh tezdən birinci reyslə uçuram. Qarşılamağa gələrəm. Sən axşam zəng vura bilərəm? Axşam atamla restorana gedəcəyik. Özümü riskə atıram. İstəyirəm onu xanım Şayanla tanış eləyim.
Bu işi görməməlisən. Bu iş yaxşı iş deyil. cür yaxşıdır. Qəlbim deyir ki, bu işə əncam çəkmək mənim boynuma düşür. Heç olmasa özünə deyil. Ola bilsin ki, narahat olsun. Qorxma, heç nə baş verməyəcək. Məndən deməkdir. Sabah görüşərik. Xudahafiz. Özündən müğayət ol. Salam. Yorulmayasınız. Çox sağ ol. Maşınları bir həftə parça paltar üçün qoyaq. Sonra sap çarxlarının 50 ədədini 7 qəfəsə qoyun. Bununla dəzgahların işi tamam olacaq. Hər şey qaydasına düşəcək. Mən dünən hesabladım. İlin axırına kimi sap çarxlarının müşkül olmayacaq. Biraz işim var. Hara getsin? Gedim yuxarı müdürün yanına. Sən özün yoluna qoy. Yaxşı? Yaxşı. Siz mütaliə edirsiniz, bir şeyə başa düşməsəz məndən soruşarsınız. Əgər haqqım varsa, halal eləyin. Bütün hesabları təhvil verdim. İcazə verin gedim. Sizin burada göstərdiyiniz fəaliyyət bizim üçün çox qiymətlidir. Doğrusu sizin buradan getməyiniz mənim üçün çox acıdır. Amma bir şey bu acılığı şirin edir ki, o da sizin gələcəkdə edəcəyiniz xidmətlərdir. Şək etmirəm, Milli Məclisə daxil olandan sonra inşallah Allah tövfiqat verər. Cəmaatın gələcəyi haqda çox işlər görərsiniz. Hər halda bura mənim vətənimdir. Necə olsa da ürəyim buradadır. İcazənizlə. Buyurun. Ağay Xəlil, arxayın olun. Sizin bu zavodda zəhmətiniz çoxdur. Əgər Allah eləməmiş nə isə alınmasa, narahat olmayın. Bu miz və bu stul hər zaman sizi gözləyir. Nə zaman qayıtsanız, işinizə davam edə bilərsiniz. Təşəkkür eləyirəm. Buyurun ağa. Çox sağ olun. Səfər biletidir. Kərbəla. Allah qəbul eləsin. İnşallah imamın ziyarəti ləyaqət istəyir. Təsadüfən əlimə yetişib. Əgər ağa özü istəməsə, heç kəsin əli zirəhə yetişməz. Bizi də dua eləyin. Bəli, buyurun. Özüməm. Dostum? Fərhadi Müşfiq? Yox, yadıma düşmür. Nə sənəddir? Məndən heç bir əlaqəsi yoxdur. Yaxşısı budur ki, onları polisə təhvil verəsiz. Möhtərəm ağa, mən keçmişdə o şəhərin nümayəndəsi olmuşam. Bugün heç bir məsuliyyətim yoxdur. Heç bir işarəyə ehtiyac yoxdur. Mən elə bir iş görməmişəm ki, indi baş aşağı olum. Salam. İcazə verin tanış edim. Cənab Xəlil mənim uşaqlıq dostumdur. O sizin şəhərinizin gələcək nümayəndəsidir. Burada namizədliyini irəli sürdüyü üçün fəxr edir. Bugündən buranın müdiri və məsul bütün tapşırıqlarını yerinə yetirmək vacibdir. Buyurun, xahiş edirəm, buyurun.
İşdə rəis yoxdur. Salam, bağışlayın, yadımdan çıxdı. Bir müddət sizin xidmətinizdəyəm. İcazənizlə. Hər kəs öz işinə qayıtsın. İşlərimiz çoxdur. Buyurun. İmadcan, qardaşım, sən nə edirsən? Burada hər şey zəncir var idi. Bu cəmaat əmrləri yerinə yetirməyə öyrənib. Əgər onlarla bu cür rəftar etməsəm, boynunda oturarlar. Müdirlik eləmək mənlik deyil. Müdirlə işçi arasında fərq yoxdur. Fərq ondadır ki, vəzifələr bölünüb. Vəssalam. Sən dediklərin kitablarda olur. Çox yaxşıdır. Amma mən dediyim xalis həqiqətdir. Otaqda biraz dəyişiklik eləmək istəyirəm. Uşaqlara deyirəm, düzəldərlər. Müşfiq adında biri oğurluqda ittiham olunur. Əgər tapsalar, üzü qara olacaq. Hamı onun axtarışındadır. Hətta polis də. Ağay mühəndis, siz bir şey itirməmisiniz ki? Yox, məsələn nə? Məsələn, elə bir şey ki, nigarançılığa səbəb olur. Mənim qiymətli bir şeyim yoxdur ki, oğurlansın. Çox gözəl. Keçmiş nə qədər saf olsa, şansımız çoxalar. Səhvsiz keçmiş sənin seçkilərdə tam qələbə çalmana zəmanətdir. İmadcan, mənim bu işdə səninlə heç bir müqaviləm yoxdur. Müqaviləni ürəyimdə bağlamışam. Sən ki, qəlbimi qırmazsan, qırarsan. Qərarınız düzgün və insaflıdır. Bu ümumi əlaqəyə canım fəda. Çox razıyam. Mən də razıyam. Qurusuna əl ki, heç düzü yoxdur. Bu qədər rəftar, bu qədər xidmət, axırı şikayət, inciklik, töhmət. Nə olub, ağa Qafur? Sizin şikayətinizi, üzünüzün kədərini kimin boynuna yazaq? Həmən Məhdab xanım, sizin həmkarınız. Bilmirəm nədən narazıdır. Çayıma baxan kimi ağız açıldı. Məni el acıladı ki, and olsun Allaha sizə hörmətim olmasaydı. Yaxşı, yaxşı. Narahat olma. Ola bilsin yorulub. Mən onunla danışaram. Mənim bu işdən gözüm su içmir. Sən dünyanın bütün pisliklərini Ağay Qafurun boynuna atmaq istəyirsən? Heç xəcalət çəkmirsən? Gör nə qədər göz yaşı tökmüsən. Bir görsə elə bilər ki, gəncliyini itirmisən. Nə olub sənə Məhdab? Şikayətçini itirmisən, ya iddiaçı səndən yaxşı vəkil tapıb? Demək istəmirsən? Heç olmasa de, mən də şərik olub ağlayım. And olsun Allaha, mənim ürəyim də doludur. Bir bəhanə axtarıram ki, onu boşaldım. Məhkəməni uduzmuşam kimya. Bu ki təzə xəbər deyil, həmişə başına gələndir də. Zarafat eləyirəm, əsəbləşmə. Sənə hirslənmirəm. Özümü danlayıram ki, bu neçə il təcrübə ilə işi uduzdum. Məhkəmədə idin? Gözəl xanım, həmişə qələbə çala bilmərik ki. Çox zaman hakimlər vəkillərdən güclü olub üstün gəlirlər. Nə hadisə baş verib? Müvəkkilim bəraət qazandı. Məhkəmə təyin elədi ki, oğurluq vaxtı o işdə olmayıb. Ağılsız, bu lap yaxşı olub ki. Sən nabat yerinə xurma istəyirdin. Amma oğurluq eləyib kimya. Zarafat eləyirsən? Ey, kaş zarafat olaydı. Mən neçə vaxt ki, elə bir adam müdafiə eləmişəm ki, cibləri cəmaatın pulları ilə doludur. Kimya, özümü boğulan adam kimi hiss eləyirəm. Nə qədər əl-qol atıram, bir o qədər də dərinə batıram.
Artıq özümdən zəhləm gedir. Mən haqqını haqq elədim. İndi mən nə eləyim? Car çəkim ki, müvəkkilim günahkardır? Ya özümü heç nə olmamış kim aparım? Kim ya? Vəzifə ya vicdan? Hansı mühümdür? Ağa, siz icazə olmadan otağa daxil ola bilməzsiniz. Ağa, bağışlayın, o icazəsiz daxil oldu. Siz gedin, o icazə alıb otağa daxil olmağa adət eləməyib. Bəh, bəh, bəh. Ağa Teymurzadə. Bağışlayın, sizdə bu adət əvvəldən var, ya arada olur. Özün üçün yaxşı idarə açmısan. Deyəsən yaxşı qazancın var. Dünənə qədər oğurluqda ittiham olunan icra başçısının arxasındaydın. İndi hansı marağın var ki, bu mısmıs ağanın arxasındasan? Belə burnuma kabab edib, sizə nə? Nökərimizin qulu var, qulumuzun da nökəri. Buyurun, nə sözünüz var? Vaxtınızı çox almaram. Gəlmişəm deyim ki, o dənizə ki ayaq qoymusunuz, çox dərindir. Gərək Musa olasan ki, dənizi yarasan. Xam olsan, boğularsan. Siz niyə belə narahatsınız? Yarışı uduzmaqdan qorxursunuz? Qulaq as, cavan oğlan. O zaman ki, cəbhədə cavanlar pərən-pərən olmuşdular. Sizin cavanlıq vaxtınız idi. Güllələri hansı tərəf atırdınız? Bu tərəfə ya o biri tərəfə? Neyinirdiniz? Alın tərimi töküb zəhmət çəkirdim. Sən hardaydın? Siz hardaydınız? Mən harda olsam da Eyfel bürcü altında qara balon gödəkçədə yadigar şəkil çəkdirməmişəm. Mən bir zəhmətlə əcdadlarımın diyarına yola düşüb cəmaata nicat verib, cavanların müşkülünü həll etməyə çalışmışam. Bəziləri kimi əcnəbi çörəyi yeyib İrana damğa vurmurdum. İşqovluğum mənim əlimdədir. Açaram sandığı, tökərəm pambığı. Bir şey eləmək istəsəydin burada nə gəzirdin? Cavan oğlan, qulaq as. Hələ şücaətli kişilər var, bildin? Mənə çəp baxanı kör eləyərəm. Mənlə? Sən mənləsən? La iləhə illallah. Gör kim qeyrətdən danışır. Sənin macəralarını çox eşitmişik, Teymurzadə. Bizim qeyrətimiz qanımız və canımızdadır. Sizin kimi qalstıqlı, diplomlu cavanlar çoxdur. Son sözünüz. Son sözüm budur ki, hələ gec deyil, bu şəhərdən çıxıb gedin. Xoş getdiniz. Şərtimi dedim. Qərara gəlmək sizlikdir. Salam ağay Zamanifə. Salam xanım Şayan. Həmişə olduğu kimi düppədüz saat 8-də. Ümid eləyirəm ki, siz iki nəfərin şamına mane olmaram. Eybi yoxdur. Amma sizi burada görməyi gözləmirdim. Sizə sürpriz eləmək istədim. Xanım Şayanın xoş söhbətləri və istiqanlığı mənə anamı xatırlatdı. Bilirsiniz, xanım Şayanla harda rastlaşmışıq? Turun ofisində. Sizə bilet alanda. O da Kərbəlayı ziyarətə gedəcək. Çox maraqlıdır. Xeyli vaxtı ziyarət arzusundayam. İndi qismət oldu. Gözəl qismətdir. Bu ziyarətdə bir hikmət var. Üzr istəyirəm. Halım yaxşı deyil. Evə gedib istirahət eləmək istəyirəm. İcazənizlə mən gedim.
Salam ata. Salam. Mən sizdən üzr istəyirəm. Heç nə danışma. Bir kəlmə də eşitmək istəmirəm. İnanın ki... Dedim ki, kifayətdir. O şayan anandan yaxşıdır. Bu idi 2 nəfərlik ziyarət. O cür xanımla bu necə rəftardır, hə? Sən bu günlər halımı görmürdün? Fikirləşdim. Yox, sən fikirləşmədin. Mən heç. Bəs ananın hörməti harda qaldı? Yağışdan çıxdıq, yağmura düşdük. Sizi and verirəm Allaha. Fəryad çəkməkdənsə sözümə qulaq asın. Elə bilirsiniz ki, anam sizin bu vəziyyətinizdən razıdır. Xəstəxanada etdiyi vəsiyyəti yaddan çıxarmısınız yoxsa? Qürur bu sözlərdən böyüdür. Sizi tənha görmək məni narahat eləyir. Sən elə bilirsən ki, o qadın Samirəni əvəz eləyə bilər? O anan kimi ola bilər? Mənə həmdəm ola bilər? Sən heç nə etdiyini bilirsən? Bəs mən neyniyim? Axı nə vaxta qədər tək qalmaq istəyirsiniz? Nə vaxta qədər qapınızı bağlı saxlayacaqsınız? Mən yaxında bu evdən gedəcəm, onda tənha qalacaqsınız. Neçə dəfə demişəm, yenə də deyirəm. Bu həyat mənimdir. Yaxşı niyyətin varsa, məni rahat burax. Mən bu məsələyə bir də qayıtmaq istəmirəm. Sən imadı himayə elə. Çox yaxşı. Mən boynuma düşən vəzifəni yerinə yetirdim. Bundan sonra sizinlə işim olmayacaq. Mən nə səfər istəyirəm, nə də həmsəfər. Götür, biletləri qaytar. Ziyarət insanların qismətidir. İstəmirsinizsə özünüz qaytarın. Qəlbinə dəymək istəmirdim. Bilirəm ki, xeyirli niyyətini pisliyə yozdum. Bu günlər halım yaxşı deyil. Yorğunam. Tənhalıq və qocalıq fikrindən təngə gəlmişəm. Özünüzü niyə belə üzürsünüz, atacan? Bu cür yaşamaq nə vaxta qədər davam eləyəcək? Bütün vücudum şək və qorxuyla dolub. Bir ömür bu cəmaata xidmət elədim. Bütün bunlara baxmayaraq, gecələr yuxuda özümü Şimrin qırmızı libasında görürəm. Bilmirəm nə günah iş görmüşəm ki, belə əziyyət çəkirəm. Elə buna görə də Kərbala səfərinə belə israrlıyam. Samirəsiz? Yox, eləyə bilmərəm. Bəzən fikirləşirəm ki, kaş heç nəyim olmayaydı, ananın hüzurunda olaydım. Biz yaşadıq, amma birlikdə yox. Yadımdadır. Müharibənin çətin vaxtlarından Milli Məclisin kürsüsünə qədər keçdik. Ürəyimizdə bir-birimizə deyiləsi çox sözlər qaldı. İndi o yoxdur. Və qalmış kiçik şeylərin həsrətindəyəm. Mənimlə danış, atacan. Biraz yüngülləşərsən. Gecdi. Çox gecdi. Kərbəlaya getməməyim naşükürlükdən deyil. Özümü layiq bilmirəm. Başıma gələn bəlanın təsiri altındayam.
Yaxşı əziz dostum, mən sizdən ayrılmalıyım. Xanım Kimya, imadı sağ-salamat sizə təhvil verirəm. Bizlə gəlmirsən? Sizlə hara? Mən şərqə gedirəm, siz qərbə. Heç də olmaz, biz sizi apararıq. Gərək məni şərqə aparıb, sonra özünüz qərbə qaydasız. Çoxlu yanacaq yandırasınız. İnşallah bir şam yeməyinə dəvət edərsiniz, gələrəm. İmadcan, libasını dəyişib, saçlarını düzəlt. İnanmıram ki, dostun benzini fikirləşsin. Yox, benzin bir bəhanə idi ki, getdiyi yeri səndən gizlətsin. Hara gedir ki? Anasını bir neçə ildir ki, sanatoriyada saxlayır. Niyə görə? O vaxtda çox danışmayıb, bilmirəm, dəqiq deyə bilmərəm. Təzə dostlarındandır? Uşaqlıq dostumdur. Bir müddət şəhərin ümumi əlaqələrinin müdiri idi. Sonra bir zavodun əlaqələr bürosunun müdiri idi. Hal-hazırda mənim təbliğat işlərimlə məşğuldur və mənim müşavirimdir. Deməli belə. Nəhayət ki, işin başlayıb. Rəsmən hələ yox, amma iş gedir. Niyə belə qəmlisən? Dünənki görüşdə nəsə oldu? Şirinini nə vaxt yeyəcəyik, hə? Peşmançılıq hissi keçirmirəm. Dünən axşam aramızda dava oldu. Niyə? Bir dedim, 10 eşitdim. Çox dilxor oldu. O nə evlənmək fikrindədir, nə də səfərə getmək. Axı mən sənə dedim ki, eləmə, qulaq asmadın. Öz təqsirindir. Salam, gününüz xoş olsun. Salam, buyurun. İstəyirəm qaytarım. Cəriməni də ödəməyə hazıram. Yəni Kərbəlaya getməkdən vaz keçdiniz? Hal-hazırda hə. Bu həmişə ələ gələn fürsət deyil. Çoxları sizin yerinizdə olmaq arzusundadır. Deməli, bir nəfərin arzusunu yerinə yetirməkdə savab qazanaram. Elə bil qəti qərara gəlmişsiniz. Bəli. Sizin biletiniz cərm olacaq. Demişdim axı, mühüm deyil. Lütfən, biraz gözləyin. Baş üstə. Bizim şəhərimizdən nə xəbər? Hara getdim sizdən danışırdılar. Keçmişdən, sizin nümayəndə dövranınızdan. O şəhərə az-az getməyimin səbəbi onlardan xəcalətli olmağıma görədir. Mən onlar istədiyi kimi ola bilmədim. Niyə ikinci dəfə namizədliyinizi vermirsiniz? İnanın ki, cəmaat sizi seçəcək. Mən öz namizədliyimi geri götürməyə hazıram. Səndən sonuncu dəfə danışanda qərarını demədin. Hisslərinlə hərəkət edirsən? Yox. Mən o şəhərdə olanda fikirləşirdim ki, iş başındayam, sənətlə məşğulam. Bir müddətdən sonra qərara gəldim ki, bu azdır. İstədim, ayağımı sizin izinizə qoyum. Əlbəttə, sizin kölgəniz və yol göstərməyiniz sayəsində. Hələ siyasətin acılığını dadmamısan. Bu çətin yoldur. Təcrübə istəyir. Cavanın həmişə sürüşmə ehtimalı var. Bu meydan özünə aid kişi istəyir. Belədir. Amma heç kim dünyaya siyasətçi gəlmir. İkinci dövrə üçün təcrübə yığaram. Əvvəl gərək üstün cəhətləri müzakirə eləyək. Sən hələ evlilik məsələsini həll eləməmsən. Bu günlər ailə qurub idarə eləmək, məclisdə deputat olmaqdan çətindir. Mənim fikrimi öyrənmək istəyirsənsə, yaxşı olar ki, bu işin dalınca düşəsən. Sizin fikrinizi öyrənmək istəyirəm. Amma mən dərsi nəzəri olsun deyə oxumamışam. Çətin işdir, amma məmləkətin ehtiyacı var.
Mən həqiqi xidmət eləmək istəyirəm. Qəlbim haqları geri qaytarmaq istəyir. Yaxşı olar axırıncı qərarı verəndə mənlə məşvərət eləyəsən. Alo? Bəli, evdədir. Gözü. Ata, siz istəyirlər. Bilmədim kimdir. Bəli, buyurun. Yenə sizsiz? Mən axı sizə dedim. Mənə adiyyatı yoxdur. Niyə belə israrlısınız? Yəni bu qədər vacibdir? Çox yaxşı. Hara gəlim? Fərhad Müşfiq. Salam cənab Zəmanifər. Bağışlayın ki, bu axşam vaxtı sizi narahat elədim. Başqa fürsətim yox idi. 2 saatdan sonra İranı tərk etməliyəm. Buyurun, bu sizə çatacaq. Bu nədir? Əmanətdarda saxlanılan seyfin açarı və ünvanı. Orada bir neçə sənəd də var. Hər şeyi orada yazmışam. Lakin ehtiyatlı olun. Bəzi adamlar həmin sənədi ələ keçirmək üçün hər şeyə əl atmağa hazırdılar. Hətta öldürməyə belə. Kimlə danışdığınızı bilmirəm. O müftəxor insanlardan ki, pis işlər görürlər. Onların hamısını tanıyırsınız. Telefonda sizə dedim ki, mənə adiyyatı yoxdur. Necə adiyyatı yoxdur? Siz nümayəndəlik dövrünüzdə onları himayə elədiniz. Qələbə çalıb torpaqları satmaqla onların cibini pulla doldurdunuz. Bəlkə yadınızdan çıxıb? Sizi başa düşmürəm. Mən kimi himayə eləmişəm ki, xəbərim yoxdur? Nəyi sübut eləmək istəyirsən? Bu uzun bir hekayətdir, cənab Zəmanifər. Mən bilirəm ki, siz düz adamsınız. Yəni keçmişiniz bunu deyir. Bu sənədləri sizə təhvil verirəm ki, fürsət tapıb itirdiyinizi düzəldəsiz. Vaxtı hədər eləməyin. Həqiqəti çıxarın və polisə təhvil verin. Niyə siz bu işi görmürsünüz? Çünki ayaqlarım ilişib. Buna görə də buranı tərk eləyirəm. Amma getməmişdən qabaq onları zəhərləyəcəm. Mən bir uduzmuş oyuncuyam. Bağışlayın, gərək uçuşa gecikməyim. Xudahafiz. Xanım zərər çəkmişi dəqiq saat neçədə gətirdilər? 11-ə 15 dəqiqə qalmış. Buyurun. Buyurun.
Bağışlayın cənab Zamanəfər. Maşının rəngi yadınızda qaldı? Bəli. Bilmirəm. Hava qaranlıq idi. Dəqiq deyə bilmərəm. Nömrəsi neçə? Məsafə uzaq idi. Yaxşı, Ağay Müşfiqin maşını indi dayanacaqdadır. Bəli, fikirləşirəm orada olar. Açarı üstündə idi. Açarı şəfqət bacısına verdim. Halı necədir, cənab doktor? Yaxşıdır? Təəssüf ki, bura çatdırmamışdan qabaq canını tapşırmışdı. Bizim əlimizdən bir şey gəlmədi. Cənab Zamanəfər, Müşfiqin bu axşam vaxtı sizinlə nə işi var idi? Bilmirəm. İstəyirdi İrandan getsin. Mənə zəng vurub demişdi ki, mühüm bir işi var. Gəldim görüşünə. Amma bilmədim nə işi var. Bağışlayın, halım yaxşı deyil. Telefonu sönüb. Ata, hardan belə? Telefonunu niyə söndürmüsən? Salam. Sən Fərhad Müşfiqi tanıyırdın? Adını eşitmişəm. Nə olub? Bir saat bundan əvvəl ölüb, öldürdülər. Kimlər? Bilmirəm. Bilmirəm. Sizlə nə əlaqəsi var? O murdar adamdır. Məhkəmədən bir neçə sənəd ələ keçirib. Təhlükəlidir. Sən bunları hardan bilirsən? Bu hamının bildiyi bir xəbərdir. Sənin işlərin adiyyatı yoxdur ki. Yox, yalnız adını eşitmişəm. Ağacan, o sənədlər sizin əlinizdədir. Hələ yox. İmad, sən hardasan? Fikirləşirəm. Sabah bir neçə siyasi adamla görüşüm var. Ola bilsin onlarla qərarlaşdıq. Bu lazımdır. Təbliğat üçün pul lazımdır. Əli boş olmaz. Bu mümkün deyil. Atamın bu üsuldan istifadə eləməyi yadıma gəlmir. Niyə mən atanla müqayisə eləyirsən? Zəmanə dəyişib. Hal-hazırda mənim kimi adamın sədası heç kəsə çatmaz, əgər pulu yada salmasaq. Səncə, atam mənə niyə bu sualları verdi? Elə fikirləşir ki, mənim Fərhad Müşfiqlə əlaqəm var? Dərinə getmə İmad. Onun halı yaxşı deyil. Bu günlər çox yorğundur. Amma elə danışdı ki, güya bu işin mənə aidiyyatı var. Yaddan çıxardı.
Kim inana bilər? Yuxu deyil, eyni həqiqətdir. Yuxumun yozumu səfərə çıxmaqdır. Amma niyyətimdə səfər yoxdur. Fərhadın mənə verdiyi ünvanla Kərbəlaya getməməyimlə nə əlaqəsi var? Bilmirəm. Salam. Salam. Hardasın İman? Əşi, heç nə. Mən bura sübh tezdən ona görə gəlmişəm ki, bu adamlara söz vermişəm. Səndən bir şikayət kifayət eləyər. Yuxarı qalxacaq. 5 dəqiqə dayan. Bu nə deməkdir? Bu dəb keçmişdə qalıb. Əzizim, mən bunu kefimdən eləmirəm. Mən o insanları yaxşı tanıyıram. Onlar zahirə fikir verir. Bu mənə görə deyil. Hər kəsin öz dəbi var. Bu qaydaya gərək riayət edəsən. Ehtiyac yoxdur ayaqqabıma nal vurasan. Cənab Xəlilin parlaq gələcəyə və yaxşı platforması var. Əgər nümayəndə olsa şəhərin bir çox müşkil işlərini həll edər. Qəzetlərdə siyasətçilərdən nə tələb olunur, xəbəriniz var. Amma bizim öz proqram və devizimiz var. Biz sistemə əhəmiyyət veririk. Ona görə vaxt və pulu sərf eləyirik. Fərdə cilvələnməyə şərait yaradırıq. Biz 3 şeyə əhəmiyyət verməyini istəyirik. Cavanlar üçün iş şəraiti, ailə böhranları, iqtisadiyyatın genişlənməsi ki, ictimai işlərə şərait yaradır. Bu çox geniş bəhsdir. Amma mənim nəzərimdə maarifə güc vermək lazımdır. Əlbəttə, cənab Xəlilin təhsil və işində olan təcrübəsi ilə şəhərdə etibar qazanmasına diqqət etməniz pis olmaz. Onun bu seçkilərdə birinci olmaq şansı var. Gərək hisslərə qapılmayaq. Tez qaçan çox tərləyər. Biz bildiyimiz proqram əsasında gedirik. Hamısı mütəxəssis olub. Oturub açıq danışaq, mühəndis Xəlili. Əgər biz hər hansı bir musiqini sifariş eləyiriksə, gərək o havanı oynayasınız. Və bu məclisdə olan son gününüzə qədər davam eləməlidir. Təəssüflər olsun. Mən öz fikrimdən dönən deyiləm. Məni bağışlayın. İmadcan, səbr edə. Üzr istəyirəm, o demək istəyirdi ki, sizin təklifinizi biraz düşünməlidir. Bu görüşü bir-birimizlə tanışlıq hesab edək, görüşərik. Bu nə eşid etdin? Bu nə sözlər idi? Birinci görüşü məhv edirsən? Nə deməyimi gözləyirdin? Deyəydin ki, biraz vaxt verin, düşünüm. Nə bilim, gərək təhqiqat aparım. Birinci görüşdə bu cür eləməzlər. Mən bu görüşün hörmətini saxladım. Yoxsa bundan artıq coşardım. Əzizim, özünü diplomatik görüşlərə hazırlamalısan. Qardaşım, sən bu cür məclisin kürsüsündə oturmaq istəyirsən? Səncə bunlar kimin tərəfindədirlər? Cavanları lalkar eləmək istəyirlər. Mənim adımdan kiməsə söz verməyi sənə qadağan eləyirəm.
Kimya. Mən getməliyəm. Hara? Şəhərə. Bəzi işlərim var, onları həll eləməliyəm. Niyə belə gözlənilmədən? Tək? Nə ilə gedirsiniz? Öz maşınımla. Axı siz çoxdan da maşın sürmürsünüz. Məcburam. Səfəriniz Fərhad Müşfiqlə əlaqədardır. Sən hardan bilirsən? Bu xasiyyət mənə sizdən keçib. Məyər demədiz ki, öldürüblər? Çox xətərlidir, atacan. Məndən nigaran qalma. Özümü qoruya bilərəm. Heç olmasa gözləyin, İmad gəlsin, onunla birlikdə gedəsiz. Onda mən də narahat olmaram, həm də xətərsiz olar. Siz özünüzü bu məsələyə qarışdırmayın. Salam. 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 Hara belə? Ata şəhərimizə gedir. Niyə belə xəbərsiz? Qəflətən oldu. Mənim orada seçki ilə əlaqədar işim olacaq. Birlikdə gedə bilərik. Yox, gərək tək gedim. Niyə? Şəxsi məsələdir. Yaxşı, heç olmasa təyyarəyə bilet alım. Lap yaxşı. Siz ora çatana kimi mən də valideynlərimə xəbər verərəm, onlar da qalarsınız. Təşəkkür eləyirəm. Sağ olun. Xudahafiz. Xudahafiz. Nə olub? Kimya? Niyə qoydun tək getsin? Bilmirsən ki, təhlükəlidir? Nə demək istəyirsən? İstəyirsən məni daha da narahat eləyəsən? Demək istəyirəm, heç olmasa mənə zəng vurardın. Bəlkə raz sala bilərdim. Mən getməliyəm. Hara? İşimlə əlaqədardır. Maşını gözləyirdim. Hə. Xudahafiz. Xudahafiz. Birinci hissənin sonu. Dublyajın rejissoru Ramil Adiloğlu. Tərcümə edən Vüqar Həsənov. Səs rejissoru Sahib Cumayev. Filmi səsləndirdilər Aytən Əlizadə, Günel Lətifli, Mahir Mirişov, Ramil Zeynalov, Emin Nəsirli, Nihat Ağayev, Talib Ələsgərov və Sahib Cumayev. چراغ گریه روشن کن شب دل شور و رفتن کنار این شب زخمی بمون با من بمون با من ببین شب به یاد تو فقط از گریه میبارم حلالم کن تو میدونی دل بی‌طاقتی دارم تماشا کن صدایی که به دست بادها دادی تماشا کن چراغی که به تاریکی فرستادی میونه رفتن و موندم کنار تو گرفتارم تن بی سر بی تن نگو دست از تو بردارم